Hər birinizi salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Azərbaycanın geoloji quruluşuna bağlı belə bir test tapşırığına baxacağıq. Deməli, bu Azərbaycanın geoloji quruluşu mövzusu qəbul imtahanına test düşən mövzulardan biridir. Abituriyentlərə məsləhət görərdim ki, bu mövzunu əgər bilmirlərsə təkrar eləsinlər. Başlayaq. Deməli, deyir Azərbaycanın geoloji quruluşuna aid doğru xüsusiyyətləri müəyyən edin. Kür-Araz ovalığında 4-cü dövrün vulkanik süxurları yayılmışdı. Kür-Araz ovalığında 4-cü dövrün süxurları yayılıb. Amma yayılan bu süxurlar vulkanik yox, çökmə süxurlardır. 4-cü dövrün çökmə süxurları. Qeyd edeyim ki, vulkanik süxurlar dağlıq ərazilərdə olur. Yəni məntiqən də götürsək, ovalıqda vulkanik süxur ola bilməz. Bir yanlışdır. Zəngəzur və Talış dağlarında paleogen yaşlı süxurlar deməli yayılmış, üstünlüyü təşkil edir. Zəngəzur və Talış dağlarında bəli, paleogen süxurlar yayılıb. Bu doğru fikirdir. Qusar maili düzənliyində mezozoy yaşlı süxurlar geniş yayılmışdır. Bu yanlış fikirdir. Qeyd edeyim ki, qusar maili düzənliyində əsasən neogen süxurlar üstünlüyü təşkil edir. Mezozoy süxurları isə Azərbaycanda Böyük və Kiçik Qafqazın alçaq və orta dağlıq hissələrində daha geniş yayılıb. Deməli, 3 yanlışdır. Şərir Ordubad düzündə Proterozoy erasının süxurları yayılıb. Ümumiyyətlə, Azərbaycanda arxev və Proterozoy ifadələri ola bilməz. Azərbaycanda yayılmış ən qədim süxurlar Paleozoy erasına aid. Yəni, belə desək ki, Azərbaycanda Kriptozoy eonuna aid heç bir süxur yoxdur. 4 yanlışdır. Ceyrançöl və Qobustanda neogen süxurlara rast gəlinir. Bəli, bu doğru fikirdir. Qarabağ yaylasında 4-cü dövrün vulkanik süxurları yayılmışdı. Bu Qarabağ yaylasının əslində adı belə yazılır adətən. Qarabağ vulkanik yaylası. Sadəcə burada vulkanik sözünü yazsaydılar, avtomatik uşaqlar daha rahat tapacaqdı deyə vulkanik sözünü yazmırlar yanına. Yəni, adından da göründüyü kimi Qarabağ vulkanik yaylasında yəqin ki, vulkanik süxurlar geniş yayılır. Doğru cavab 2, 5 və 6-dır.